Salam əziz müəllimlər və abituriyentlər, biz bugün sizə qızıl qaydalar 7-ni təqdim etmək istəyirik. Demək, 7-də bizim toxunacağımız məsələlər nədir? Bircəlik və qarşılıq növ feillərlə bağlı bəzi məsələlərə toxunacağıq. Əvəzin, əvəz etdiyi nitq hissələrində yaranan bəzi nüanslara toxunacağıq. Bir də əgər vaxtımız qalsa, dadə, bağlayıcı yoxsa ədad, bu kimi hallara toxunacağıq. Yəni, bəri başdan elan elədim ki, sonra videonu niyə izlədim deməyəsiniz. Belə reklamları sonda eləyərəm, bu dəfəlik daha başdan reklam eləmirəm. Getdik. Məsələn, yazaq müəyyən sözləri tutalım. Biz gəzişirdik. Bunu testlərin test izahlarının birində izah eləmişdim, amma yəni o ayrı bu ayrı, amma həmin test izahı deyəsən yoxdur artıq YouTube'da. Biz gəzişirdik. Belə bir söz yazılır və müəllimlərimiz çox zaman düşünür ki, bu sözü bircəli növ götürəcəm, yoxsa götürməyəcəm. Diqqətlə baxın. Və yanaşma necə olur? Biz axı bir yerdə gəzişirik. İndi burada başqa bir bircəli növ yazıram. Məsələn, biz gülüşürük. Diqqətlə baxın. Götürəndə məzmun sarıdan burada biz gülüşürük, biz gəzişirik arasında ciddi bir fərq yoxdur. Bircəli növün də tələbi nədir? Iş şəkilçisi olsun, iş olsun. Sonra iş də bircə görülsün. Yəni, bu da demək olar ki, həmin tələbə uyğun gəlirmiş kimi görünür bizə. Amma nəyə baxmalıyıq? Gəlin birinci bu prosesə baxalım. Gül, gülüş, üç. Gülüşmək necə olur? İnsanlar bircə gülüşürlər. Yəni, hərəkət qarşı-qarşıya deyil, bircə icra olunur. Gülüşmək necədir? Bircə. Yəni, hərə istədiyi yerdə, istədiyi formada gülür. Yəni, onların qarşı-qarşıya dayanması önəmli deyil. Bu, onun qarşılıq növündən fərqi. İkinci bir məsələ. Bəs niyə məlum növ olmaz? Baxın, gülüşmək dediyimiz bir şəxsin icra edə biləcəyi bir hərəkət deyil. Yəni, bir şəxs istəsə gülüşə bilməz. Artıq bəlkə də yuxarıdakı nümunəni çözmüsünüz. Yəni, bir şəxs istədiyi halda gülüşə bilməz. Gülüşməkdən ötürü ən azından iki şəxsin olması lazımdır ki, onlar gülüşsünlər. Yəni, iki adamın icra elədiyi işin, hərəkətin adıdır gülüşmək. Aydındırmı? Yəqin ki, aydındır. Demək, gülüşmək dedikdə biz onu nə edə bilirik? Yəni, bütöv bircə işlədə bilirik və 2-3 şəxsin olduğunu düşünürük. Gəlin, baxaq gəzişməyə. Gəzişmək dediyimizdə, baxmayaraq ki, sən deyirsən ki, müəllim, biz gəzişirik, uşaqlarla gəzişirik, hamı gəzişir axı. Diqqətlə yanaş ki, sən orada, deyək ki, 5 nəfərik, hamımız gəzişirik. Və burada 5-imizin də icra elədiyi hərəkətin adı gəzişmək deyil. Burada hər birimiz ayrı-ayrılıqda gəzişirik. Mən o geri qalan 4 nəfər olmasa da gəzişə bilərəm. Yəni, hər birimizin orada icra elədiyi ayrıca bir işdə gəzişməyə sayıla bilər. Yəni, bizim bütövlükdə işimizin adı toplaşmaqdır, yığışmaqdır, gülüşməkdir, ağlaşmaqdır. Amma bizim bircə icra elədiyimiz işin adı gəzişmək deyil. Çünki mən tək başıma da gəzişə bilərəm. İndi gələrəm qrammatik isbata. Məsələn, gəl bunu belə işlədim. Mən gəzişirəm. Olar, problem də deyil. İndi deyirəm ki, mən gülüşürəm. Toplaşıram, yığışıram, nə bileyim, ağlaşıram, nə bileyim, o hürüşür, da mən deməyim, o hürüşür. Demək, deyə bilirikmi? Deyə bilmirik. Ona görə də diqqət yetirmək lazımdır ki, söhbət nədən gedir? Qısası. Qrammatik fərqin biri də budur ki, yəni biri budur ki,
gəzişməyi, yəni bircəlik növdə olan feili, sən birini təkcə işlədə bilmirsən, ümumiyyətlə təkcə işlədə bilmirsən, yəni bir şəxs icra edə bilmir, amma məlum növdə olan bir sözü, yəni bütün şəxsləri rahatlıqla işlədə bilirsən. Ona görə problem deyil. Yəni gəzişmək istəyirsən, sən gəziş istəyirsən, biz gəzişək istəyirsən, onlar gəzişək istəyirsən, 1000 nəfər gəzişsin, yenə də məlum növə nə deyəcəyik? Yəni də gəzişməyə məlum növ deyəcəyik. Eyni ilə ış şəkilçisi olub, məlum növ sayılan sözlər kimi qeyd edə bilərsiniz. Qızışmaq, qızışırdı, girişirdi. Cahandar ağa getdikcə qızışır və şamxalı, deyək ki, ayağının altına salırdı. Tək edir də bu adam bu işi. Və indi ilə girişməkdə də onun kimi. O, həvəslə işə girişdi. Artıq məlum növ. Yəni, ışın olması, növlərin olma səbəbinin başlanğıcıdırsa, başlanğıcı olsa belə, həm də ışın olması 100% onun isbatı demək də deyil. Yəni, sən ışla, ona görə mən sizə deyirdim ki, birinci növdə şəkilciyə baxın. Iş şəkilcisi var, yoxsa yox, birinci növdə ona bax. Sonra artıq məzmuna bax. Yəni, ümumiyyətlə, felin qrammatik məna növündən müəyyən izahlar mən də eləmişəm, Ayşə müəllimə deyib, mən baxmışam onun izahına. Onda da təsiri və təsirsizə nümunə göstərmə yoxdur. Təsiri və təsirsiz fellər çıxarılanda bəzi müəllimlər etiraz edir, bəs biz növləri necə izah edirik? Bəs ona görə növlər mümkünə qalır da, təsiri təsirsizə görə. Yəni, ümumiyyətlə, növ dedikdə təsir adını çəkmək ən sonuncu qaydadır. Ən sonuncu, yəni ehtiyac yoxdur. Niyə özünü məcbur edirsən ki? O olmasa da olar, yəni ona bir ehtiyac yoxdur. Bu belə. Sonra sadəcə birinci şəkilçisinə baxırsan, sonra məzmununa baxırsan, qutardı getdi. Əgər biz şəkilçiyə baxmasaq, sırf məzmuna baxsaq, bu zaman nə deyəcək? Deyəcəyik ki, məhdudlaşdıq. Yəni, biz məhdudlaşdıq, yəni onunla. Deyəcəyik ki, bu qarşılıq növdədir. Axı, qarşı olur, məhdudun birini mən göndərim ki, birini o göndərim. Baxın, biz demişik axı, birinci növdə nəyə baxmalısın? Iş və ya şının olub olmamasına. Əgər varsa, buyur, məzmuna bax. Yoxdursa, otur yerində. Baxın, at məlumun üstünə. Bu belə. Yenirsən, məhdud, lamaq olmaz, laşdıq. Ona görə də, yəni bunu bu formada öyrənmək lazımdır. Və yaxud onun kimi rast gəlir. Rastlaşdıq. Müəllim, olur axı. Rast sözün kökü, rastdan belə yanaşırlar. Rastlamaq, rastlaşmaq. Amma yaddan çıxarmayın ki, dilimizdə rastlamaq sözü yoxdur. Ona görə də nə götürməlisən? Rastlaş. Aydındır? Belə götürməlisiniz. Bir də görürsən, deyir ki, mən rastlamaq deyirəm axı. Bundan sonra demə. Axı, müəllim, mən rastlayıram deyirəm. Bundan sonra kimsəyə rastlaşma. Bundan sonra çalış ki, rastlaşasan. Yəni, dediyim kimi, heç vaxt bunu rastlamaq kimi götürməyəcəksiniz. Bu belə. Sonra, məncə, bu yaranbaşlığımız haqqında bu qədər kifayət edər. Gələ bir şey qalmadı. Gələn dərs isə, gələn qızı qaydalar inşallah icbar növün qurtları haqqında məlumat verəcəyik. İndi isə əvəzliyin nəyi əvəz edə bilməsi, nəyi əvəz etməsi məsələlərinə toxunacağıq. Deyək ki, o elə adamdır. O elə oxuyur. O elə narahatdır. Yaddan çıxarmayın, əvəzlikdən sonra əvəzlik gəldiyi halda əvəzliyimiz müddətdə olsa belə ondan sonra verici işarəsi olmayacaq.
Bunu yaddan çıxarmayın. Mən final kitabda görmüşəm, orada belə yazıb, orada elə yazıb. O kitab görünür ənənəvi ilə tərtib olunur və artıq yeni, yəni siz onu dərsliyə baxın, dərsliyin qəbul etdiyi budur. Təhsil Nazirliyi ilə eyni zamanda Dövlət İmtahan Mərkəzi də bunu bu cür qəbul edir. Bu belə. Əvəzliyin nəyi əvəz etməsin? Nəyi əvəz etməsi? Buna baxaq. Əvəzliyə sual verirsən. Nəyin sualını verirsənsə, onu da əvəz edib. Məsələn, adamdır, kim, o. Mübtədamız nədir? Mübtədanı qoydum qırağa. Kim sualına cavab verir? Kim sual nəyin sualıdır? İsmin. Demək, nəyə əvəz edib? İsmin. Onun yerinə Əli qoyarım. Bax, Əli. Yerinə başqa bir sözün qoyulması vacib məsələdir. Elə bir məqam olacaq ki, orada sualını verəcəksən, amma cavabını ala bilməyəcəksən. Ondan da ehtiyatlı ol. Bu ki, demək, gələm Eliyə. O elə adamdır ki, necə adamdır? Yaxşı adamdır. Yaxşı hansı ilk səsdir? Sifət. Demək, yəni ismindən əvvəl gəlib, onu izah edib. Demək, elə də nəyə əvəz edib? Sifəti əvəz etmiş işarə əvəzliyidir. Getdik. O burada nədir? İsmi əvəz edir. Yəni, şəxs əvəzliyidir. Elə oxuyur. Elə nəyə əvəz edir? Zərf əvəz edir. Yəni, bunu da belə götürəcəksiniz. Çünki özündən sonraki söz feildir. Yəni, təsvirindən feil. Diqqətinizə saxlayın bir şey ki, təkcə oxuyur kimi verməlidirlər deyə bir şey yoxdur. Bəzən elə, tutaq ki, məsələn, belə verirlər. Elə hazırlaşan var ki, gecəni yatmır. Fikir verin. Burada hazırlaşan sözün isimləşmiş feil sifət olması sənə dəlil olmasın ki, sən bunu sifət götür. Feil deyil. Feil deyil. Zərf nəyə aid olur? Feilə. Feili izah edilir. Bəzən də əlaməti. Toxunacam indi ona da. Bəzən də əlaməti. Demək, sən nəyə baxmalısan? Feil olduğuna. Mənim isimləşsin də səndə nə olur? Yəni, biz qaydada deməmişik ki, isimləşməyən feil sifət. İsimləşsə belə, yenə nəhayətində bu feildir, feildir. İsimləşib onu bu denən isimdir. Demirik ki, demək bu nədir? Hazırlaşan oldu, elə hazırlaşdı, fərqi yox. Necə işlətməyinə asılı olmayaraq. Yəni, qısası, zərf üçün fərqi yoxdur. İstəyir təsviflənənə aid olsun, istəyir təsviflənməyənə aid olsun. Təsviflənməyən feildə düzdür. Sən daha fərasatlı ol, təsvifləndir. Götür belə işlət. O elə hazırlaşdı. Tutur. Nə etdi hazırlaşdı? Necə? Tutur. Bu da bu sənin təsviflənmən. Demək, təsviflənmən və ya təsviflənməyən olmasının heç bir önəmi yoxdur. Bu zərfin özündə də bu. Mən hal-hazırda burada sizə zərfdən danışmıyorum, biz elədən danışmıyorum. Elə də zərf əvəz eləyində eyni şeydir. Elə onsuz əvəz edir. Yəni, orada nə baş verirsə, bu da gedib sadəcə onu əvəz edəcək. Elə heç bir fərqi yoxdur. Elə sadəcə zərfin qaydalarına tabi olma məcburidir ki, onun işi əvəzləməkdir. Yəni, səni bir müəllim gəlib əvəzləyirsə dərsini, sənin, belə deyək, evə verdiyin tapşırığı, hansı ki tapşırıq verirsən, hansı ki testləri verirsən, bir şey yoxlayacaq həmin gün. Onsuz başqa bir şey yoxlayamır, çünki özü vermir də, tapşırığı sən vermirsən. Bu belə. Demək, nə oldu elə burada? Zərfi əvəz etmiş, əvəzlik. Heç bir halda sabah qarşıza çıxacaq, demək, zərf mövzusuna gəlib çatanda, eləyəndə qarşıza çıxacaq ki, verilmiş cümlədəki tərzi hərəkət zərflərini göstərin deyilişdə, daha durub orada hüquqa çıxartmıyor. Elə necə sualına cavab verir, hərəkətin tərzini bildirir. Burada da nədir? Feildən qabaq gəlib tərz bildirir. Yox, belə şey yoxdur. Elə əvəzləşdir. Elə, belə suala cavab verirsə, bütün məqamlardan əvəzləşdir. Elə, belə suala cavab verirsə, bütün məqamlarda əvəzləşdir. Yəni, sən artıq onu başqa bir şey hesab edə bilməzsin. Yəni, eləyə, beləyə, heç bir halda tərz hərəkət zərfi deyə bilməzsin. Əvəzləyib, əvəz edibsə də yenə də əvəzli olaraq qalır.
Tərz əcəl zərfi kimi heç bir məqamı götürmür. Mütləq ağıllı test tərtibçisi variantların içərisində 1-ə 2-yə mütləq bunu atacaq. Mütləq. Atmasa protest tutulur. Amma mütləq atacaq. Yəni 1, 2, 3, 4, 5 deyək ki, variantlar qoyub və orada soruşur ki, məsələn, tərz əcəl zərflərinin işləndiyi cümlələri göstərir. A variant, birincə götürüb yazıb bunu elə hazırlaşan, 2-yə qoyub məsələn, sürətlə gedən, 4-ə qoyub ki, səylə danışan, belə-belə. Sən də neyirsən? 1, 3, 4, nə bilim, 1, 4, 5. Yəni, bunun da daxil olduğu variant 100% orada A-da, B-də, C-də haradasa mütləq var. Yəni, açıq sual kimi qoyub, nə edəcəksən? Ona görə mütləq birinci növdə eləndirin, vur təpəsi gəvəzi. Yaxşı? Bəs elə belə deyəndə dərhal mənim gözümün qabağına gətirin və bundan qaçın. Yaxşı? Etdik. Sonra gəlirəm bura. Baxın, o elə narahatdır. Elə söz biz demişik ki, ümumiyyətlə elə sözü, bu budaq cümlənin növlərində də belə bir məsələyə toxunur. Ta ki, saydan bəri toxunulan bir məsələdir ki, diqqətli ol. Demək, bax, bir də yazıram elə, oxudu. Elədən sonra, yəni necə nəcür sualına cavab verən sözdən sonra, əgər feil gələrsə, nə götürəcəm? Tərz edəcəm. İsim gələrsə, götürəcəm. Yəni, sifət, yəni sifət əvəzinin əvəzliklə. Bəs, sifət gələndə nə edəcəm? Sifət gəldikdə nə edəcəksən? Sifət gələndə götürəcəksən bunu. Yəni, feillə sifətdə eyni formada yanaşacaqsan. Çünki zərf həm hərəkətə, bəzən də əlamətə aid olur. Yəni, əlamət də gələndə, hərəkət də gələndə sən zərfliyində qalacaqsın. Zərf kimi yanaşacaqsın. Yəni, burada elə artıq nəyə əvəz edib? Zərfi əvəz edib. Elə narahatdır da, bura yazın, görmədiniz sifət. Sifət. Elə bil ki, feil. Sifət görmürsən, elə bil ki, feil. Tutardım. Yəni, narahat olduğu kimi düşün bunu. Elə bil ki, feil. Elə bil, hər hansı bir feil. Narahat oldu, feil. Ona görə nə edirsən? Sırf bunu, buna sifət kimi bax, feil kimi gör. Vəssalam. Yəni, feildən öncə nə edəcəksənsə, sifətdən də öncə onu et. İndi gəlirəm bunun başqa bir qurduna. Diqqətli olun, çox saçlar bilər. Məsələn, o elə narahat. O elə narahat adamdır ki, burada artıq eyni halı tətbiq edə bilməyəcəksən. Bayaqki cümlədə, əgər sabah bu sənə lazım olacaq, ola bilər ki, burada sənə lazım olacaq, amma budaq cümlə növlərində mütləq lazım olacaq. Və budaq cümlə növü abituriyentə dəqiqdir ki, düşməyəcək, ən azından bu il. Amma müəllim üçün düşməyəcək dəqiq bir məsələ deyil. Əgər sənin qarşına budaq cümlənin növünü göstərir kimi çıxsa, axı elə vəzi gəlibdir. Demişik ki, feildən qabaqda gəldi nədirsə, sifətdən də qabaqda gəldi odur. Sən bunu bilirsən ki, elə oxudu. Bilirsən ki, oxudu nə olacaq? Oxuduya görə olacaq tərz edəcək. Sifətdən də qabaqda gələndə tərz edəcək. Mən bundan danışıram, bax, oxududan. Bundan danışıram. Elə narahat oxudu. Narahatdır. Narahat, bu tərəf yoxdur, elə bu tərəfdir. Elə bir bu tərəf yoxdur. O elə narahatdır. O elə oxudu, o elə narahatdır. Hər ikisi gəldikdə nə edəcəksən? Hər ikisinin tərz əcəl zərfi, daha doğrusu tərz əcəl zərfliyi kimi götürəcəksən. Elə də hansı cümlə üzvüdürsə əvəzi gəlir. Hansı cümlə üzvüdürsə budaq cümlə növü də odur. Demək, budaq cümlə növü nə olacaq? Tərz əcəl budaq cümləsi. Demək, elə oxudu da, necə yanaşdırsa, elə narahatdır da, elə təmtaraqlıdır da, elə yaraşıqlıdır da, elə cazibədardır da, elə sıxıntılıdır da, qanacaqlıdır da, mərifətlidir. Hər birində eyni cür yanaşacaqsın. Yəni, ağlına gələn sifətlərdə nə görsən, qabarıqdır, qarışıqdır və s. Necə görsən, hamısında eyni formada
yanaşacaqsan. Demək, bunların hər biri nədir? Tərz hərəkət, budaq, cümlənin tabeli mürəkkəb cümlələr. Yəni sifətdən qabağa gəldi, feildən qabağa gəldi, nəsə sifətdən qabağa gəldi, odur, amma son olaraq diqqətlə yanaşacağınız qayda budur ki, bu qaydana harada rastıma çıxdı, edəcəyəm deyə bir şey yoxdur. Əzəm müəllim bunu əzbərlədir. Sağ ol müəllim, Allah köməyin olsun, əzbərlətdin. Bu yazıda bunun son tərəfində dedi. Bu gedir sifət görüb, boqqa çıxaracaq. 2018-də bu versiya olmuşdu. Bunun adısını çəkənlər oldu. Ki, yəni bununla əzbərə getdilər və sonra da yandırdılar. Lor dedi. Baxın. İndi sən gəlirsən bura. Sən qarşına cümlə gəlir, çıxır. Bu cür. O elə narahat adamdır. Getdi belə. Bax, mən dediyim nümunə, belə nümunə deyil daxı bayaqçı. Mən dediyim nümunədə sifət ismi xəbərdə. Sifət ismi xəbərdə idi mənim dediyim nümunədə. Hazırki nümunədə isə elə bir şey yoxdur. Ona görə bundan ehtiyatlı olma. Sən sifət ismi xəbərdə olanla feil kimi yanaşacaqsan. İsmi xəbərdə olmadıqdan yanaşa bilməyəcəksən. İndi baxıram, o elə narahat adamdır ki. Adamdır, isimdir, narahat sifətdir. Elə sözü də narahat adamı izah edir. Düzdür. Bəzən deyirlər ki, elə adamı izah edir, o mövzuatı toxunmuram, ehtiyac qeyrəm istəyənlər də onlara toxunma ehtiyac duymuram. Elə sözü burada narahat adamın elə olduğunu göstərir. Çünki adamı izah edən burada narahatdır. Elə isə artıq adamı izah eləməyə ehtiyac duyun. Onsuz da mən də adamı izah elədim də dedim narahat. Təzən elə ilə adamı niyə izah edeyim ki? Demək, elə burada təkcə narahatı da deyil, bütövlükdə narahat adamı izah edir. Ona görə də bu ayrıca bir təyindir, narahat ayrıca təyindir, adam ayrıca ismi xəbərdir. Demək, elə ilə narahat bir-birinə qeyri-həmciz təyinlər, qeyri-həmcizləyinlər proqramından çıxarılıb, amma hər ehtimal qarşı fərqlərdə filanı işimizə yar-yar və nə vaxtsa qaydar gələr deyə ehtiyatımızı saxlamalıyıq. Demək, elə söz, gördünüz təyindir. Əvəzi gəlirsə, təyindirsə, avtomatik onu nə götürəcəm? Avtomatik onu götürəcəm, təyin budaq cümləsi. Təyin budaq cümləsi. Yəni, bu ismin verdiyi qanunlara əsasən. Nə dəxdir? Narahat adamı da izah eləsə, adamı da izah eləsə, yenə də elə bir əşyanı izah elədir. Bir ismi izah elədir. Ona görə də bu nə olacaq? Təyin budaq cümləli tabeli mürəkkəb cümlə. Sonra, eyni halda, yəni, o elə narahatdır kimi görsən, deyəcəksən ki, tərzəkəb budaq cümlə, tabeli mürəkkəb cümlə. O elə narahat adamdır, elə problemli adamdır, elə sıxıntılı adamdır, elə narazı adamdır kimi görsən, yəni sonradan isim görsən, yəni ismi xəbərdə olmasa, sadəcə təyin falan olsa, bu zaman nə deyəcəksin ki, elə orada təyin vəzifəsini işlənir. Əgər elə təyin vəzifəsini işlənirsə, zərf deyil də, hansı suala cavab verir? Hansı suala cavab verdiyi halda da nə olacaq? Sifət əvəz edəcək. Deməli, elə narahatdır da, elə əvəz edib zərfi, elə narahat adamdır da, elə əvəz edib sifəti. Bax, bunları da yaxşı yadda saxlayaq. Desələr, kim deyir, deyərsiniz ki, elə özümüz bilirdik. Abituriyent vaxtı müəllimiz deyir. İndi mən düzəltdim bunu. Bu belə, başqa nə deyəcəyim? Bir də əvəzdə son olaraq bir şey deyim, yekunləşdirəcəm, dadaya vaxt çatmayacaq. Dərsimiz başlayacaq bundan sonra. İndi gəlin baxaq. Məsələn, deyir ki, kim gəldi? Yaxud necə oxuyur? Hansı dedi? Bu sözlərdə əvəzləyib, nəyə əvəz etdiyini bilməkdən ötürü nə edəcəksən? Bir, yaxud hansı, belə deyəcəm,
hansı səni çağırıb? Diqqətli olun, belə nüanslar da qarşınıza çıxa bilər. Məsələn, kim gəldi? Kim isminin sualıdır. Görən kimi dərhal deyəcəksən ki, ismi əvəz edib, amma diqqətli olun. Elə məqam gələr ki, bu yarı yolda qoyar, bayaq dedim, yenə toxunacam ona. Və alınan cavaba fikir ver. Alınan cavab nədirsə, sən onunla adlandır ki, bax bunu əvəz edin. Kim gəldi deyirsə, məsələn, Əli. Düzdür? Daha hətəmi yazmaq çünki o üçün adından sonra hətəm adını yazmaq istəmirəm. Gəldi kim? Əli. Əli demək isimdir. Demək nədir bu? İsmi əvəz edib. Sonra gəlirəm bura. Necə oxuyur? Necə nəyə sualdır? Zərfin. Həm də ismi, sifətin. Bu feildən qabaqca baxdan bilir ki, zərfin sualdır. Amma yenə də alınan cavabına bax. Necə oxuyur? Yaxşı. Yaxşı hansı hissəsidir burada? Zərf. Demək nəyə əvəz edib? Deməli, zərfi. Tutaq ki, yaxşı, məsələn, hər zərfin yanında, hər feilin yanında da yaxşı sözünü gördünüz, götürməyin, sinəşib eləyə bilər, sonra aləm qarışa bilmə. Məsələn, belə yazar, məsələn, yaxşısını ver, yaxşısını ver. Burada heç. Bu isimləşmiş sifətdir. Əvəz eləsən nə olacaq? Beləsini ver. Amma yaxşı sözü nə olur? İsimləşib. Yaxşı söz isimləşibsə, beləsini sözü avtomatik nəyə əvəz eləyəcək? İsmi. Ona görə də burada bunu da sifət və yaxud zərf, qətiyyən hesab eləmə. Sən qısası nəyə bax? Mənsubiyyət var, hal var, qutardı. Nəyə əvəz eləyib? İsmi əvəz eləyib. Daha özünü yerinə söz qoysan belə, o qoyduğun sözün özünün nə olduğuna bax da. Olsun o sözü qoydun ora. Bax, görə sözün özünün nələ başına nə gəlib? Onun başına gələn bu ki, özü isimləşib. Vəssalam. Deməli, isimləşibsə, beləsinin sözü avtomatik ismi əvəz eləyib. Bu getdi. Gəlirəm bura. Məsələn, deyirəm, dedik kim, hansı? Belə vəziyyətdə hansı sualı? Sifətin sualdır, kimi yanaşsan, sən ona sifəti əvəz edib deyəcəksin. Hansı dedi? İmkan ver, cavab verin. Cavabda nə olacaq? Deyirəm ki, məsələn, Cavid. Cavid. Vəssalam. Fikir verin. Hansı dedi? Cavid. Cavid hansı hissəsidir? İsim. Demək, hansı dedi də, hansı nəyi əvəz edib? İsmi əvəz edib. Nə olsun ki, sifətin sualıdır? Fikir verdiniz? Sifətin sualı olmasına baxmayaraq, ismi əvəz etdi. Bəs, niyə bu vəziyyət yarandı? Düşündünüzmü? Bu vəziyyətin yaranma səbəbi odur ki, burada hansı nəyin sualı? Sifətin sualıdır da. Sifətin özü isimləşdiyinə görə, onun sualı da isimləşə bilər. Məsələn, hansı dedi? Cavid. Hansının yerinə kim də qoya bilər? Hansıdan daha yaxşıdır? Aydındır? Demək, kim dedi? Yəni, bu vəziyyətdə özümü çətinə salmamaq üçün kimə baxım, yoxsa hansıya baxım, tərəddüdü qarşısına qalmaqdansa, ən yaxşı vəziyyət alınan cavaba baxırsan, deyirsən ki, ismi əvəz edib, alnın açıq, üzün ağ, rahat bir şəkildə cavab verirsən. Gəlirəm bura, məsələn, hansı səni çağırıb? Deyirəm, o. O demə, deyəsən, qalasız yenə təzdən onu da çevirsin. Deyən, Kamil. Bəs sana çağırıb kim? Kamil səni çağırıb. Alınan cavab budur. Bəs sana, deməli, hansı sözü burada nə olub? Sifətin sualı olsa da isimləşə bilib. Bu belə. Bir də görərsən ki, məsələn, hansı səni çağırıb, durar uşaq elə bir cavab verərsən ki, deyər, məsələn, zaldakı. Zaldakı. Bu zaman nə deyirsən? Müəllim, sifət qoydum da yerinə. Hə, qoydum. Allah köməyin olsun. Qoyduğumuz sifət nədir? Özü isimləşib. Yenə sonu getdi nəyə dayandı? İsmə. Demək, nəyə əvəz edib? İsmi əvəz edib. Zaldakı, yəni zaldakı kimdə? Adamdır da. Zaldakı yenə adam qoydu, məcbursan zaldakı qoyarsan.
İndi görürsünlər ki, nisbət qoya bilirsən. Qoymur. Və o zaldakını qoydun. İndi buyur, o zaldakı hansı sual ver? Çağırıb səni kim? Zaldakı. Görsən kim sual verdi? Hansıdan daha qabaq kim sualını verə bildi? Həssən, nə oldu? Daha çox bizim işimizə yaradı. Bu, belə. Sonra, Fərhad müəllim proyektına dərs keçəcək, dərsdə başlayacaq. 2 dəqiqə üçünləşdirəm. Gördünüz artıq qapıdan çıxardılar bizi. Belə. Nə deyəcəkdim? Reklamlarımız qalıb. Son olaraq onu qeyd edeyim ki, bizim mərkəzimiz fəaliyyət göstərəcək metrosu yaxınlığında Kaspiyan Plazada 3-cü korpus 3-cü mərtəbə MV Akademiya. İbtidai sinif müəllimləri eyni zamanda Azərbaycan Ədəbiyyat müəllimləri mərkəzimizə müraciət edə bilərlər. Kurikulum məntiqi isə yəni kim istəyir müraciət edə bilər. Kurikulum fənni Vüsal Əliyev və Aysel Abdullayev tədris edirlər. Məntiqi isə hələ ki belə deyək, yəni Rasim müəllim məntiq dərsini keçmir. Ona görə də məntiq fənnini tədris edir. Fərhad İslam YouTube-da dərsləri var, bizim kanalda var. Girib baxa bilərsiniz. Həqiqətən də tövsiyə edə biləcəyim çox yaxşı, ən belə deyim, faydalı, ən lazımlı dərslər olan bir müəllimlərdən biri və ya birincisidir. Yəni mənə görə. Bu belə. Sonra Azərbaycan ədəbiyyatdan onlayn qruplarımız, yanvar qruplarımız açılıb. Fevral qrupları üçün qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat nömrəsinə yazdıqda Nilüfər xanım sizə cavab verəcək, imkanlı olsun mən də cavab verəcəm. Orada sizə təlimat videosu göndərəcək ki, burada filan şeylərdən istifadə olur, filan şeylər keçilir. Başında hər bir nüans sizə ətraflı izah olunur, sonradan qrupa qoşulur. Yəni çör-çörənə qrupa qoşulur, olmursan. Kursdakı dərslərimiz üçün isə müraciət eləmək istəyirsə, hazırki qrupumuz 2 dərs keçib, amma hələ ki testlər işləyir, yəni ciddi, çox uzaqlaşmamışıq, qoşulmaq olar. Birinci gün saat 2-də, 6-cı gün 11-də başlayır. Ayşə müəllimə ədəbiyyat dərsi tədris edir, Azərbaycan dilini mən tədris edirəm. İbtidailər üçün Azərbaycan dilini isə böyük ehtimal Ayşə müəllimə tədris edəcək. Mən də ola bilər ki, irəlidə bir-iki qrup götürə bildim. Bu belə məncə bütün məlumatları verdim. Başqa nə deyəcəkdim? Bir də nəyi deyəcəkdim? Çox zaman mən müəyyən şeylərə rast gəldim. Biri yazır ki, mən ay nə bilim bu il yüksək nəticələri mən verdim, biri deyir nə bilim mən onu elədim, mən bunu elədim. Yəni bu qədər mən biraz bu qədər mən yəni bizi də danışdırası oldu. Həqiqətən heç xoşuma gəlməyən bir məqamdır ki, yəni kimsə kiminsə kimlərinsə durub davamlı şeylər biz yenə də lider olduq, biz yenə də bunu elədik, biz yenə də mən bu qədər mən demək yaxşı mənada tövsiyə edirəm ki, bu sizi bir növ hörmətdən sala bilən şeylərdir. Çünki elin gözü tərəzidir, cəmaət uşağı deyil. Çünki hamısı professorun gözünün içinə dördür, bir şey baxan insanlardır. Bəzilər magistr, bəzilər doktorantdır. Artıq onlar bilirlər kim nədir. Sən ağzını açanda səni tanıyırlar. Sadəcə yəni üzümüzə nələrsə demirlərsə, bu demək deyil ki, biz hər şey yaxşı edirik, bizə düz edirik. Yəni biz heç də yəni belə hamıdan daha yaxşı bir müəllim deyilik, sadəcə bu sahənin içərisindəyik. Yəni bu işi görürüksə, bizim hələ yəni tam bizim hələ tam yəni nömrə 1 olmamız demək deyil. Biz isə özüm nəzərdə tuturam, ümumilikdə hamı nəzərdə tuturam. Yəni heç kim açıq-aydın durub deyəməz ki, mən superəm, məndən yoxdur filan. Bir müəllim yoldaşımızla bu gün yaxında müzakirə deyir ki, əgər müdavim, öyrənci, öyrənən müəllim ovlanırsa, bu onun öz günahıdır. Özün var, məntiq